Heç bir şey, hətta musiqi belə insanı təbiət qədər sakitləşdirə bilməz. Xüsusən də yaşıllıq insana xüsusi rahatlıq və zövq verir. Təsadüfi deyil ki, psixoloqlar da yaşıllığın insanı sakitləşdirdiyini və əsəblərə yaxşı təsir göstərdiyini deyir. Gözəlliyi ilə insanı heyran edən ev bitkiləri ev üçün həm dekorativ bəzək, həm də ev havasını təmizləyən önəmli bir atributdur. Ev bitkiləri eyni zamanda insan energetikasına xoş təsir də bağışlayır. Təbiətin bizə bəxş etdiyi ən böyük nemətlərdən biri güllər, çiçəklərdir. Qədimdən bəri gül sevgi və firavanlıq simvolu sayılır. Güllər əsrlər boyu rəssam və şairlərin diqqətini çəkib və insan yaradıcılığının bütün sahələrində ilham verib. Dibçək gülləri hər bir evə gözəllik və yaraşıq verir. Ancaq onu əkməyin, yetişdirməyin, güllərə qulluq etməyin öz qayda qanunları var. Otaq bitkilərini ilin bütün vaxtlarında yetişdirmək olar. Ancaq çiçəkli olan vaxtlarda və çiçəkləmə fazasında olanda əkmək olmaz. Bir ayaq əllərdə təzələşdin çiçək. Ən yaxşı əkim vaxtı isə mart və oktyabr aylarıdır. Qış vaxtı sərin yerə qoyulmalı və otağın temperaturu 15-16 dərəcə olmalıdır. Yaz-yay vaxtı isə günəş düşən yerə və açıq havaya qoymaq olar. Bəzi bitkilər var ki, onları ancaq kölgədə saxlamaq olmaz. Bu da bitkinin xüsusiyyətindən asılıdır. Bitkilər arasında su sevəni və su sevməyəni də var. Məsələn, kaktus bitkisi o qədər də su sevmir. Ona həftədə bir dəfə su vermək də bəs edir. Ətirşah bitkisi isə suya meyilli deyil. Çindən gətirilən dibçək gülləri isə suya daha çox meyillidirlər. Onları həftədə 2-3 dəfə sulamaq lazımdır. Gülləri sevin və onlardan öz sevginizi əsirgəməyin. Gülə Əlquliyeva, Firuzadə Gözəlov, Dünya TV. Gördüm